Dostlar, mən yenə açım eləmək istəyirəm sizə bugün. Hə, yox cavablarını istəyirəm açım eləyim. Düzü açım elədim. 3 variantın 3-ünə də yox çıxdı. Ona görə də özümdə istəmədim paylaşım eləyim onu. Ona görə də mən açacağım 3 variant hə, yox cavabına. Amma belə açacağım ki, nəyə görə yox? Əgər yox çıxarsa, nəyə görə yox? Başa düşdünüzmü? Onu da açmaq istəyirəm, belə açmaq istəyirəm. Çünki belə videoları izləyən insanlar çox vaxtı, çox hallarda, bəli, düzdür, bəzən təsadüfən rastlaşırsınız. Təsadüfən rastlaşanda baxın. Sizi çəkirsə video mütləq baxın, boş yeri deyil. Vселенная, kainat sizə nəsə demək istəyir. Kimisə ağzından. Başa düşürsünüzmü? Ona görə də ürəyinizdən keçirsə baxın. Və mən hə yoxa baxacağım. Görüm nəyə görə yox çıxarsa əgər. 3 arzu tuta bilərsiniz. 3 hansısa nəyləsə əlaqəli fikirləriniz, düşüncələriniz ola bilər. Hə yoxla sonuclanar. Maraqlıdırsa izləyin dostlar. Və həmişə pozitivdə olun. Həmişə inanın ki, hər şey sizin xeyrinizə baş verir həyatda. 3 variant qoyuram. 1, 2, 3. Hə yox cavablarına baxırıq. İlk kartada əlavə qoyacağım. Əgər yox çıxarsa səbəb. Birinci variantı belə bir cücə. 2-yə belə bir siçan qoyacağım. Siçandakı energetikdir. Energetik nə deməkdir başa salım sizə. Bu kodlanıbdır. Buna enerji yüklənibdir. Bu düzələndə, formaya töküləndə bəzilərini əlimdən düzəldirəm. Belə bu əldən düzəlibdir başına ayağa. Bunu qəlbə tökülübdür amma töküləndə burada oxunulur. Bəzi şeylər proseslərdən keçir və kodlaşdırılır. Bu energetik olur. Bu işləyir. Başa düşdünüzmü? İndi inananlar inanır, inanmayanlara da yenə hörmətlə yanaşırıq. İkinci variantda siçanı qoyuruq. 3-ə də belə bir mələyi qoyuruq. Bu da energetikdir. İstəyən olsa müraciət edə bilər. Şəxsi baxım üçün də nömrəmi qeyd edəcəm. WhatsApp-dan əlaqə saxlaya bilərsiniz. Zəngləri açmıram, ancaq yaza bilərsiniz dostlar. Nəysə, başınızı ağrıtmayıb. 3 variantdır, hə yox cavablarına baxırıq. Mən birinci variantdan, cücəmi tonlardan başlayıram. Hə cavabı da mütləq hə. Əgər imtahan verəsinizsə imtahandan keçərsiniz. Həyat imtahanı da ola bilər. Ümumilikdə arzunuz hər nədirsə. Burada 100% hə cavabıdır. 100% hə cavabıdır. Yəni burada ehtiyac yoxdur. O bir kartı deməyə. İkinci variant. Burada da mütləq hə cavabıdır. Çox müdrik insansınız. Məsləhət verməyə xoşlayansınız. Məsləhətə də qulaq da asın özünüzdə. Burada da hə cavabı çox güclü, intuisiyası güclü adamlar ola bilsin. Daji biraz ezoterika ilə məşğul adamlardır buradakılar. Mistika ilə, ezoterika ilə ikinci variant. Üçüncü variant və ikinci variantı evlənmək istəyənlər evlənəcək. Üçüncü variant burada çox əfsus ki, yox cavabıdır. Burada siz manipulyasiyaya gedən insansınız, onun bunun sözünə qulaq asırsınız, zəifsiz, heç kəsə qulaq asmaq lazım deyil, özünüz güclü olmalısınız. Niyə yox? Çünki zəifsiz. Bax, burada sila kartçısı, zəifsiz, güclü olmalısınız. Problemlərin üstünə gedin. Problem öz başına həll olunmur. Problemlərin üstünə getməlisiniz, özünüz. Köşdür, ona görə də burada yox cavabıdır dostlar, üçüncü variantda. Bax, bu qədər. Abunə olun, izləyin, fikir bildirin. Əlaqə açım üçün, özünüz üçün, şəxsi açım üçün yenə deyirəm, nömrəmi qeyd edəcəm, WhatsApp-a yaza bilərsiniz. Çox sağ olun.